Bir insan bize karşı nankör olabilir. Nankora təzədən yaxşılıq eləmək lazım değil. Ama bu bizi bir adam size salam vermirsə, neden ben ona karşılık etmeliyim? Size nankörlük eləyirsə, o yaxşılığı devam etmeye gerek yoktur. Başkası edecek. Yani bir adamın pisliyini, o Türklerin bir güzel misalı var. Deyir ki, bireye kızıp yorganı yandırmayın. Yorgana bire düşüp, yorgana düşmüş bireleri temizlemek için bütün yorganı yandırırsa, bu dirilemeyeceğiz biz. Yine de yaxşılıq eləməyə devam edəcəyik. Amma mən şəxsən görüşüm budur. Çünki bunu mən şəxsi həyatımda da çox yaşamışam. Yəni bir insan nankordursa, heç bir yaxşılığın dəyəri bilmirsə, qiymət vermirsə, ona yaxşılıq eləməyə dəyməz deyirəm. Allah Rəsulü buyurur ki, diqqət edin buna, hədiyyələşin. Baxın, hədiyyə verin deməyin. Hədiyyələşmə o deməkdir ki, mən birinə hədiyyə alıram, o da mənə hədiyyə alır. Yəni qarşılıqlı olmalıdır. Əlbəttə, hədiyyələşin, baxın, hədiyyə deyir, sevgini artıracaq. Salam da qarşılıq olmalıdır. Bak ona göre Allah Resulü ne deyir? Buyurur ki Müslümanın Müslüman üzerindeki haklarını, komşunun komşu üzerindeki haklarından biri budur ki salam verer, salam alır. Ya ben her zaman size salam veririm, siz benim salamımı almırsınız. Ben niye size salam vermeliyim? Ama bu bizi başkalarına, bütün iblis sinəcək, bəzən insanlarda belə ümmüləşdirmə olur. Yani filan kəs pisdirsə deməli hamısı pisdir.